Biz qorxulardan dırnaq arasında deyəcəm, doğru şəkildə istifadə edərək yol alsaq, bu bizim inkişafımıza xidmət edəcək. Qorxular bizim inkişafımıza yol göstərəcək. Bəli, inanın ki, belə bir şey mümkündür. Doğru yanaşma ilə doğru yol tapmaq həmişə mümkündür. Bunlar hamısı bizim o qorxunu necə tanımağımızdan, onu qəbul eləməyimizdən və qəbul elədiyimiz yolda necə o qorxu ilə işləməyimizdən asılıdır. Necə işləyək? Qorxunu doğru yolumuza necə çəkək? Ümumiyyətlə, istənilən bir məfhumla məşğul olmağın ən gözəl yolu birinci onu qəbul etməkdir. Bu qorxunu tanımaq, bilmək ki, misal üçün, mən hündürlükdən qorxuram. Nərmin olaraq mən bunu qəbul edirəm ki, mən hündürlükdən qorxuram. İngilislər demiş, it's okay. Heç problem yoxdur. Tamam, mən bunu həll etmək istəyirəm. İkinci sual, bəli istəyirəm. Həyatımın müəyyən mərhələlərində bu mənə mane olur. Misal üçün, necə həll edə bilərəm?